Dövlət İmtahan Mərkəzinin keçirdiyi informatika fənni üzrə sınaq imtahanından sualları ilə tanış olaq. 61-ci sualda Python dilində hansı dəyişən adı ola bilər? Bilirik ki, dəyişən adında dəyişəni yazan zaman başlıqda rəqəmdən istifadə edilə bilmərik. Dəyişən adı sual işarəsi ilə başlaya bilməz. Dəyişənin adında boşluq simvolundan istifadə etmək olmaz. Deməli, doğru cavab D variantı. Dəyişən adında altdan xətt simvolundan istifadə etmək olar. Kodlaşdırma zamanı bir simvol üçün 7 kilik rəqəm ayrılarsa, əlifbada ən çox neçə simvol ola bilər? Yəni, bir simvol üçün 7 bit ayrılırsa, onda biz bunu 2-nin qüvvəti kimi yaza bilərik. 207 bərabərdir 128 simvol. Doğru cavab C variantı. Roma rəqəmləri ilə verilən M, C, D və 6. MCD 6. Bunu onluq say sisteminə çevirməliyik və onluq say sistemində rəqəmlərin cəmi tapmalıyıq. Bilirik ki, M 1000 deməkdir. CD yazılışı onu göstərir ki, C 100-dür, D 500-dür. C D-dən əvvəl yazılıbsa, onda biz 500-dən 100-ü çıxırıq. Yəni, bura 100-dür, bura 500-dür. 500-dən 100-ü çıxırıq. Olur 400 və üstünə gəlirik 6. 1406. Rəqəmlərin cəmi isə 1 üstəgəl 4 üstəgəl 6 bərabərdir 11-ə. Doğru cavab B variantı.